Salam. Məlumat analitik xidməti əlaqə saxlayır sistem, Guru Markets. Korporasiya üçün ümumi məlumatlarla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın hər bir parametrinə daha diqqətlə baxa bilərsiniz. Təşkilatın əsas göstəricilərini təhlil edəcəyik. Jones Lang LaSalle, Ticker, JLL. Bu icmal 18 mart 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Jones Lang LaSalle Inc. alt kateqoriyaya aiddir. T-Property təhlildə 175 şirkət iştirak edir ki, bu da çox təmsil olunur. Bu videonun sonundakı sifariş cədvəlinə baxın. Şirkət üçün ümumi nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta nəticə 0,8 baldır. Çox geniş baxsanız, ümumilikdə bütün bazar daxilində. Qeyd edək ki, ümumilikdə bazar üzrə orta xal 1,9 bal təşkil edir. Üçün 6,5 xalla qarşı-qarşıya Jones Lang LaSalle Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Jones Lang LaSalle və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görə bilərik. Jones Lang LaSalle 37,2% dinamika nümayiş etdirib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %12,2. Bu açıq aydın heç nəyi göstərmir, lakin bu faktı nəzərə almaq lazımdır. Korporasiyanın bazar kapitallaşması Jones Lang LaSalle Inc. 12,1 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması 899 milyard dollardır. Jones Lang LaSalle 1,337% paya malikdir və alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 6,77 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın balans kapitallaşması isə 409 milyard dollar təşkil edir. Jones Lang LaSalle Inc. %1,654% təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Jones Lang LaSalle alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə %1,337-dir. Balans dəyəri 1,654% təşkil edir. Bu, mübadilə dəyərinin payından 24% çoxdur. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərindəki payının qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən təşkilatın borcları 2,91 milyard dollar təşkil edir. Balans dəyərinə qədər maliyyə öhdəlikləri kapitalın 43%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə bal, yaxşı, 1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə balansı 22-yə uyğundur. Alt kateqoriya üzrə orta göstərici 51,6-dır və bu, alt kateqoriyadan 57% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi, çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 547 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 774 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 41,6% çoxdur. Alt kateqoriyadakı ilə müqayisədə təxmin edilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,5-dir. Alt kateqoriya üzrə orta göstərici 3,9-dur ki, bu da alt kateqoriyadan 87% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar dəyərinin gəlir göstəricisinə görə qiymətləndirilməsi. Yaxşı, 1 xal. Son 12 ayda gəlir 23,430 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 33,180 milyon dollar olacağı gözlənilir. Və bu, indikindən 42% çoxdur. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Satış marjası 2,3%, alt kateqoriya üzrə orta hesabla 7,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 5,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü 0 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 23,992% təşkil edir. Bu, bazar kapitallaşma payında 1,694% artım deməkdir. Bu fakt təşkilatın bazar dəyərinin balanssızlığını göstərir. Jones Lang LaSalle, yəqin ki, qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən kapitalın miqdarı 107 min dollardır. Alt kateqoriyada isə 1924 min dollar var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 94,4% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəətin məbləği 4,9 min dollardır. Alt kateqoriya üzrə orta qiymət 37,3 min dollardır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 87%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Dözümlü, 0 xal. Şirkətin hər bir işçisinə düşən gəlirin payı 209 min dollardır. Alt kateqoriyaya görə 488 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 133%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisi üçün gəlir həcminin qiymətləndirilməsi. Dözümlü, 0 xal. Satışa çıxarılan səhmlər 1,1%, alt kateqoriya üzrə orta hesabla 3%dir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici RSI 14 şirkət üçün %45 səviyyəsini göstərir. Jones Lang LaSalle Inc. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14,51%dir. Texniki cəhətdən alt kateqoriyanın səhmləri şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Jones Lang LaSalle. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən 254 dollardır. Şirkətin səhm qiyməti üçün konsensus təxmini təxminən 330 dollardır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 30%dir. Sifariş cədvəlinə baxaq, o, hər kəs üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm qərarları ilə bağlı hər şeyi ehtiva edir və səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi güruh, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində Jones Lang LaSalle Inc. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi güruh, Markets aşağıdakı qərar qəbul edildi. Səhm üçün 253,48 dollar qiymətində alış sifarişi açın. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodlarına, Akimin indeksinə əsaslanır. Mənfəət götürmək 276,08 səviyyəsində müəyyən edilmişdir. Stop loss 230,88 səviyyəsində müəyyən edilib.
Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Sonra sifariş mübadilə sessiyasının sonunda 17 aprel 2025-ci il tarixində müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, AU və balanslaşdırıcı satış sifarişi olacaq. Balans sifarişi ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. İkinci sifariş cari qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad